Salam aleyküm, gözəl və dəyərli insanlar. Danışacağım deyəsi ki, döyüşçü yenə başlayıb. Mən oturub fikirləşirəm ki, mən görəsən kimdən ərsiyəm? Mən 25 ildir mən 14 fevrala tək girirəm. Mən kimdən ərsiyəm? Mən oturub fikirləşirəm ki, nədir qardaş, mənim sevilməməyimə səbəb nədir? Deyirsiz ki, şeydir, bir qıza yazmalısan, tanışa. Qıza yazmaq olur. Qıza salam yazan kimi avtomatik olaraq götürürsən, paylaşır şeydə, hekayəsindəki dərdimdən ölən oğlanlar var. Biz nətər podxod eləyək, biz nətər ürəyimizi açaq, biz nətər deyək, başa dönüm. Özün paylaşan qızların egosu bir 80%, 100% egolu olurlar, belə özlərindən şişirlər. Özün paylaşmayan qızlar da ümumiyyətcə salamı almır. Özün paylaşanda götürürsən, hekayəsində paylaşır ki, döyüşçü mənim dərdimdən ölür, mən də ona yox deyirəm. Neyniyək biz? Mənə bir yol göstərin, böyük qardaşlarım, böyük bacılarım, mənə yol göstərin, mənim də sevgilim olsun. Bu birisi 14 fevral gəlir, 25 ildir mən 14 fevralı tək keçirdirəm. Naxarım, mən günlük sevgili tapım özümə 13-dən 15-inə keçməyə görə. Başqa dönüm, mənə bir məsləhət görün, böyük qardaşlar, böyük bacılar, bir qardaşınıza məsləhət verin. Mən bir qızla necə tanış olum? Yazırsan, olursan babnik. Yazmırsan, deyirlər fərasətsizsən. Mən neyniyim? Bir dənə mənə məsləhət görün, başa dönərəm. Az qalıb, 14 fevral nə qalıb ki? Bugün aynı səsdə deyən saçdırma mən. 24, 7 oradan, 14. 21 gün qalıb, 3 həftə. Xahiş edirəm, mənə bugün məsləhət verin. Düz qoş eləyin, görün mən neyniyim, nə qarım, mən necə sevgilim olsun. Çox sağ olun, dinlədiyiniz üçün təşəkkür edirəm. Bu nədir, mikrofon kim durub?